Saygılı və dəyərli soydaşlarımız, hər vaxtınız xeyir olsun. Canlı verilişimiz gördüyünüz kimi efirdədir. İki mövzu bu axşam sizə təqdim olunacaq. Biri qısa və digəri isə bir qədər uzun, Günaz 10 il. Amma öncədən Traktor Persepolis qarşılaşması ilə bağlı da sizinlə söhbətimiz olacaq. Daha sonra Günaz TV-nin 10 il fəaliyyəti, təbii ki, Əhməd bəydən bu haqda daha çox eşidəcəyik və həmçinin siz Günaz TV seyircilərindən. Biz dünənki oyundan Tehran Azadlıq Stadionundakı Persepolis və Traktor qarşılaşmasından öncə biz söhbət eləmişdik. Həftənin 4-cü günü idi ki, gənclərimizə də müraciət etmişdik və onlardan istəmişdik ki, mütləq azadlıq meydanına geçsinlər, orada milli şüarlarımızı səsləndirsinlər, timə dəstək olsunlar və meydanı qarşı tərəfə buraxmasınlar və s. Yəni bu əslində bu nəticə gənclərin qələbəsidir. Yəni doğrudur. Yəni zahirən 3-1 hesabı ilə Traktorun xeyrinə qurtardı. Traktor qələbəni qazandı. Amma əsl qələbə qazanan Azərbaycanın igid o gəncləridir, xüsusilə də və həmçinin Tehranda yaşayan Azərbaycanlılar ki, tək qoymadılar öz sevimli timlərini və stadiona getdilər, milli şüarlar verdilər, təşviq etdilər, sona dək və həm də nəticə aldılar. Bu göstərir ki, hər zaman Azərbaycan gəncliyi iradə edirsə, iradə nümayiş etdirirsə, onda nəticə alınır. Bu təkcə futbolda deyil, hər bir şeydədir. Yəni qərar verilmiş mitinqlərdə də bu belədir. Əgər xatirinizdə olsa, hətta zəlzələ bölgəsi ilə bağlı o zəlzələdə üşüyən uşaqlar üçün stadionda köynələrini çıxartmaq, soyunmaq, Babək qalası, Bəz qalasına yürüyüş, nə bilim, bir çox hallar ki var, hamısı gənclərimizin o fəaliyyəti nəticəsində əmələ gələn olaylardır. Buna görə də biz bir daha Günaz TV olaraq təşəkkür edirik gənclərimizdən, ora gedən soydaşlarımızdan ki, doğrudan da vaxt qoydular, zaman qoydular, enerji sərf elədilər və böyük bir növbəti həmasə yaratdılar. Mən dünənki oyunu biz əgər xarakterizə etsək, ona biz qiymət versək, Azərbaycanın futbol tarixində yeni bir tarix yarandı və bu tarixin yaranmasının səbəbi də haman siz gənclər oldunuz. Yəni Azərbaycanlılar, həm Güney Azərbaycanın müxtəlif bölgələrindən ora gedənlər, həm Tehran və digər ətrafda olan Kərəc və s. yerlərdən ki, gəlmişdilər. Təxminən 10 minlərlə insanlar stadionda öz timlərini təşviq etdilər. Yəni demək olar ki, mövcud stadionda olanların yarısından çoxunu Azərbaycanlılar təşkil verdi. Əlbəttə ki, bu baxmayaraq ki, aparıcının istər-istəməz bunların bir növ xas təəssübləri var Persepolisə və Tehran timinə. Onlar bəzən bu rəqəmlərdə qərəzli fikirlər söyləsələr də, amma hər halda filmlər var, videolar var, mövcuddur və o göstərdi ki, doğrudan da Azərbaycanlılar əl-ələ verdilər və dünənləri gözəl bir tarix yaratdılar. Bu oyunun həm xülasəsini sizə təqdim edəcəyik, həm oyundan kənar, oyunun daxilində dövlət televizyonu vasitəsilə görünməyən bəzi görüntüləri sizə göstərəcəyik və onun detallarını danışacağıq ki, daha sonra verilişimizin əsas məsələsi keçən dəfə dediyimiz kimi Günaz TV-nin 10 illiyinə həsr olunub ki, o 10 il haqqında söhbət edəcəyik. İlk öncə, əgər hazırdırsa, biz oyunun xülasəsini, yəni qolları sizə təqdim edək. Sonra növbə ilə bəzi filmlər var. Onu da görəcəksiniz. Biraz söhbət edəcəyik və növbəti mövzuya keçəcəyik. Buyurun, bərabər qolları seyr edək. دوتا کورنر زده پرسپولیس از اینجا 4 بار همین توپا را انداخته که شکل ارسال توپ شباهت زیادی به کورنر داره.
به همین ترتیب باز هم بلند یه ضربه سر و توی دروازه مستقیما میزنه با سر توی دروازه جا میگیره. مدافعان تراکتورسازی انگار فقط آمده بودن که اینجا بایستن و تماشا بکنن. اشتباه کرد و در اونجا طارمی میتونست دروازه رو باز بکنه. کم یادم میاد تماشاچیای تبریزی و آذربایجانی اینجوری ساکت بشینن و فوتبال نگاه بکنن. یه فرصت عالی، یه موقعیت توی دروازه. حالا دیگه اونها ساکت نیستن، حالا اونها پرشورترین ها در آزادی هستن. نگاه کنید، این حکایت فوتباله. یه لحظه همه ساکت و بی صدا، یه لحظه بلافاصله با این شور و با این قوقا. اینجا این ضربه از سامان نریمان جهان، اشتباه محسن بنگر. بازی راهم با سبا 2-2 مساوی شده. بازی پرگلی در اومده اونجا در مسابقه دو تیمی. راهن اینجا هم یه گل توی دروازه. ادینیو کار خودش رو میکنه، حالا میره و به سمت تبریزی ها خیز برمیداره. او در آذربایجان و تبریز حالا محبوب ترین فوتبالیست دنیاست. سگرمهاش تو همه و ناراحته. این ضربه، اون زیرتاقی که پرسپولیس ها میتونستن چند لحظه پیش بزنن و نزدن، حالا تبریزی ها جوابش میدن و یه گل عالی میزنه لوسیانو ادینیو. نگاه کنید، حالا ببینیم فقط کافیه توپ الان به ادینیو برسونن. یه ضد حمله سری برای تیم تراکتورسازی. سامان نریمان خودش میره، و توی دروازه بهت و حیرت طرفداران پرسپولیس در ورزشگاه آزادی تهران. قوقایی از گل و هیجان در آزادی، ولی بر ضد پرسپولیس، نه به نفع این تیم. نگاه کنید این صحنه، هر کی میاد تک میزنه، میخواد نفر به نفر بشه، کاری ازش بر نمیاد. و سامان نریمان جهان بازیکن با تکنیک تراکتورسازی که از همون بازی‌های جام شهدا هم معلوم بود که میتونه در این فصل برای این تیم خوب بازی بکنه، اینجا گل سوم رو میزنه. اولین گل تراکتور در این فصل رو هم همین بازیکن زد. Bəli, bu dünənki oyunun qolları idi ki, sizə təqdim elədik. Gözəl qollar idi. Həqiqətən də, yəni Əli dayının dediklərindən fərqli olaraq traktor gözəl bir oyun nümayiş etdirdi. Qərar deyil, yəni bütün timlər 90 dəqiqəni hamısını bütünlükdə yaxşı oynasın. Bu futboldur. Yəni stres var, hər halda xarici təsirlər var, nahəmahəngilik var filan. Elə oyun belədir. Oyunun bir 10 dəqiqə, 15 dəqiqəsini yaxşı oynayıb nəticə alırlar. Ona görə də Əldayının bu məsələdə yəni verdiyi müsahibə ki, traktorun hətta belə müsaviyə belə haqqı yox idi. Yanlış, yəni bəlkə hər halda uduzub əsəbidir. Amma fakt odur ki, məğlubiyyətdən qələbiyə bir addım atdı traktor. 1-0 bir halda ki, geri idi, amma 3 qolla qələbəni qazandı. Bu daha şirin oldu. Həm tərəfdarlar üçün, həm də ki, Azərbaycan futbolunda və öz torpaqlarında, öz meydanlarında 3 qolla, yəni bir qol olsaydı, yəni başqa bir məsələ, tərəfi məğlub etmək özü böyük bir başarıdır. Buna görə də Rəsul Xətibiyə də biz təbrik deyirik elə bu gimnastik vasitəsilə və biz yəni əvvəl əgər diqqətinizdə olsa bizim televizyonu ardıcıl seyr edən soydaşlarımız baxsaydılar, biz demişdik ki, Rəsul Xətibi hər halda səliqə baxımından, seçim baxımından bir qədər nisbət bəzi daxili mürəbbilərə nisbətən daha çox huşludur, zirəkdir. Ona görə də onun öz seçdiyi oyunçulardır və nəticəni də elə buna görə aldı. Biz yadımızdadır, ayrı keçmiş, yəni adətən sərmürəbbilər gəlib hazır oyunçuları ərənc verib və meydana buraxırdı. Ona görə də bu, məsələn, Toni Oliveira özü bu həmişə hər zaman oyunçuları filanı alandan sonra onu gətirirdilər. O biraz çətin idi, amma bu öz səliqəsi ilə seçib. Onun üçün də müvəffəqdir bura qədər. Cədvəlin yəni ikinci yerindədir, 16 xalı var. 2 xal İstiqlaldan fərqlidir. Bu özü göstərir ki, yəni traktor bu günə qədər çox gözəl oynayıb, yaxşı da nəticə alıb və həm də həm güclü timləri məğlub edib. Ona görə də Rəsul Xətibinin əleyhinə olanlar və bu günləri də bu öz inad nümayiş etdirənlər bilməlidirlər ki, bu həm bumidir, yerlidir. Eyni zamanda həm də təəssübü var öz timinə, həm də gözəl nəticə alıb.
əl-ələ verib birlikdə, bərabərlikdə biz eləyə bilərik ki, traktor timini daha da bundan gözəl bir səviyyə yəni çatdıraq. Traktora bu lazımdır. Traktorun bilirsiniz təxrib edənləri çoxdur. Hətta traktorun öz daxilində, öz içində bunu istəməyənlər çoxdur. O baxımdan əgər gənclərimiz bu məsələdə enerji qoysalar və belə təşviq etsələr, belə davam etsələr, 100% yəni müvəffəq olacaqlar. Dünənki oyunda, stadionda təbii ki, bir sıra olaylar da baş vermişdir və bu bizim əlimizə çatan və mətbuatda da dərc olunan bir sıra bilgilər var. O məlumatı biz həm təkrarlamaq, həm haqqında da biraz söhbət eləmək istərdik. Oyun bir tərəf, oyundan kənarda baş verən olaylar digər məsələdir ki, birbaşa Azərbaycanla bağlı olan, Azərbaycanın varlığı ilə, vücudu ilə bağlı olan olaylardır. Yəni, faşizmin özünün bir dərəcəsi var. Yəni, hər halda dünənki futboldan sonraki olayın baş verməsi həqiqətən də yəni İran tarixində bəlkə də analogu görünməyən bir hadisə, yəni futbol tarixində bir hadisədir. O da yəni xəbərnigarların, jurnalistlərin, Təbriz jurnalistlərinin azadlıq meydanında o xəbər bölümünə ki, məxsus yerlərdir, caygahlardır ki, orada gedirlər, oyunçuları söhbət edirlər, müsahibə alırlar, onların buraxılmaması və bir nəfərin buraxılması da ana dilimizdə müsahibə götürərkən orada məmurlar tərəfindən ixrac olunması. Bu, heç yerdə qəbul olunan bir məsələ deyil. Yəni, necə ola bilər ki, 35 milyon bir xalq orada ölkədə, müxtəlif yerlərdə yəni yer tuturlar. Elə dünənki oyunu biz nəzərə alsaq, dünənki oyunun Perspolisin də başında duran türkdür, traktorun da başında duran türk idi, o quzarış verən də türk idi. Oyunçuların da orada əksəriyyəti həm Perspolisdən, həm traktordan olan, yəni milliyyətcə türk oyunçular idi. Amma öz ana dillərində müsahibəyə icazə verməyələr. Yəni, bu doğrudan da, dedim, bu faşizmin bir dərəcəsi var. Bu, o həddləri, hüdudları aşıb keçmək deməkdir. Yəni, bir xəbərniqar yaxınlaşır, Rəsul Xətibinin qardaşı Hüseyn Xətibidən bir müsahibə alır, türk dilində, Azərbaycan türkçəsində və o da öz ana dilində başlayıb cavab verəndə beləliklə də bu müsahibəni dayandırırlar, xəbərniqarı oradan ixrac edirlər, Hüseyn Xətibiyə xəbərdarlıq verirlər ki, ya fars dilində müsahibə ya da olmamalıdır. Siz təsəvvür eləyin, yəni İran kimi ölkədə, bir məmləkətdə, əlbəttə bizim üçün təəccüblü deyil, amma daha bunu gözləməzdik. Yəni bu səviyyədə, əgər məsələn gəlib İranın bir dənə rəsmi televizyonunda oturdub Azərbaycan türkçəsində müsahibə alsaydılar, bunu məsələn bəlkə bir təhər demək olardı, qanundur, yol vermir, anayasada bunu deyiblər, filan eləyiblər, amma adicə bir Təbriz müxbiri, Təbriz xəbərniqarı gəlib müsahibə eləmək istəyir, özdə bir türklə ona icazə verməmək özü hər halda bu heç yerdə, heç vəcihlə bu qəbul olunmaz. Və bunun nəticəsində də bildiyiniz kimi fars xəbərniqarları gəlirlər traktor oyunçularından müsahibə götürməyə. Bunlar da çox gözəl, yəni bir qərar verirlər, yekdilliklə imtina edirlər bu müsahibədən. Etiraz əlaməti olaraq ki, siz niyə icazə vermədiniz ki, Azərbaycan türkçəsində Hüseyn Xətibi və yəni bir Təbrizli digər Təbrizli ilə danışır, müsahibə eləyir. Yəni fars məsələsinə, fars bölgəsinə, fars mətbuatına heç aidiyyəti olmayan, dəxli olmayan bir məsələdir. Və nəticədə etiraz edirlər, sağ olsunlar bütün oyunçular, imtina edirlər və heç bir fars xəbərniqarlarına, radioya, televizyona, mətbuata müsahibə vermirlər. Əlbəttə, bu məsələni, bu təxribi çəkirlər Hüseyn Rəsul Xətibinin üzərinə ki, əmri eşitdiyimizə görə sən vermirsən ki, bunlar müsahibə eləməsin. O da deyir ki, mənim bu məsələdən xəbərim yoxdur, özlərinin qərarıdır, özləri bilər, biz oyunçulara bu məsələdə heç bir qadağa qoymamışıq. Amma oyunçuların öz həqiqətən də təşəbbüsü ilə olub. Yəni, hər yerdə belədir, hər yerdə əgər birlik olsa, bərabərlik olsa, ittihad olsa, o özü, onun həməşə səsi çıxar, o həməşə yəni, qalib gələr.
Əslində dünənki oyunun həm nəticəsi, həm müsahibəsi, hər bir şey yəni Traktorun xeyrinə qurtardı. Traktor o situasiyanın qalibidir. İndi bunun hansı formada biz buna yanaşırıq, yanaşaq, fərq etməz. O da birlik nəticəsindədir. Həm bu onu göstərir ki, oyuncular fikir baxımından da eynidirlər, yəni ittihadları var. Bu oyunda da bunu sübut elədilər ki, nə gözəl, xüsusilə də son, məsələn 30 dəqiqədə meydanı ələ aldılar, gözəl yəni paslarla, həmkarçılıqla və beləliklə də nəticəni də Traktorun xeyrinə bitirdilər. Onun üçün də bu tipli yəni yanaşmanın sübut edir ki, doğrudan da bunlar tarix boyu Azərbaycana düşmənçilik edirlər və bunlar bu vəziyyətlə, bu durumla heç bir yerə varmayacaqlar, heç bir yerə çatmayacaqlar. Çünki bu tipli yəni diktaturanın hakim olması, hətta vərzişdə belə, hətta mətbuatda belə bu ondan xəbər verir ki, gələcəkdə doğrudan da Azərbaycan üçün çox böyük bir qələbələr var. Yəni bunlar indidən Azərbaycanın iradəsinə məğlub olublar. Bunlar indidən hər bir şeyi uduzublar. Çünki əgər doğrudan da onlar normal məsələyə baxsaydılar, normal bir insan olsaydılar, yəni burada nə qəbahət var ki, bir Təbrizdən olan, ana dili türk olan bir xəbərniqar gəlir, bir Təbrizlini ki, ana dili türkdür və ondan bir müsahibə, 2 kəlmə ondan söz soruşur ki, onun yəni sualı nə olacaq, oyun necə keçdi, bu nəticəni necə qiymətləndirirsiniz və s. kimi bir 5-10 dəqiqə bəlkə bunların söhbəti olacaqdır. Ona icazə vermədilər. Və bundan biz dərs çıxartmalıyıq. Bundan o stadiuma gedən, oradakı on minlərlə gənclərimiz, cavanlarımız haqlı olaraq ki, orada şüarlarını səsləndirdilər. Azərbaycan var olsun, istəməyən kör olsun ki, haqlı bir şüardır və bunlar gərək daha çox yaxşı nəticə çıxara ki, yəni bizim qarşımızda duran hansısa bir yəni məmləkət ki, bizə hakimdir sözün əsl mənasında, onlar həqiqətən də düşməndir. Düşmən mövqeyi bunlar sərgiləyirlər. Bu, heç bir şeydə fərq eləmir. Hətta görürsünüz ki, futbolda, vərzişdə belə, yəni bu təbiiz nicadı hakimdir, üstünlük hakimdir. Yəni bunlar özlərini Allah hesab edirlər. Bunlar dillərini Allahın dili hesab edirlər. Bunlar o qədər, yəni bunlara üz verilib, bunlara o qədər şərait yaradılıb ki, o dərəcəyə gətirib çatdırıblar ki, 2 ayrı-ayrı dildə, ana dilində danışan insanların danışığına icazə vermirlər. Yəni bu, dedim, birinci mərhələdə bu onların ayıbıdır. Yəni onlar üzü qara olacaq, amma ikinci mərhələdə eyni zamanda bizim məsuliyyətdir. Xüsusən də o gənclər ki, stadionundaydılar və gəliblər, gələcəklər, o məsuliyyət onların çiynindədir. Yəni bu məsələyə biz daha diqqətlə yanaşmalıyıq. Yəni bunlar olub, yəni televiziyonda təhqir olunmuşuq, söyüş də veriblər. Yenə də stadionda nə bilim eşşək şüarları ilə qışqırıb təhqir edirdilər. Amma bunun müqabilində Azərbaycan tərəfdarları, Traktor tərəfdarları nə deyirdi? Azərbaycan var olsun, istəməyən kör olsun. Yəni bunların ağzına bir yumruq vururdu ki, biz varıq, Azərbaycan var, Azərbaycan yaşayacaq və biz qələbə çalacağıq, qalib gələcəyik. Bu, gənclərimizin iradəsidir və bunu nümayiş etdirdilər. Elə məhz Tehranda onları qonaq etdilər. Bu özü onlar üçün bir böyük bir təhqir idi. O ki, iddialar var, Persepolis çox böyük bir, güclü bir klubdur, başqadır, tərəfdarları çoxdur. Traktordan qat-qat bunun tərəfdarları çoxdur. Amma necə oldu? Sənin öz meydanında gəldi, qonaq elədi Traktor sizi. Yəni, əksəriyyəti təşkil verdi, oyunu qazandı, milli şüarlarını səsləndirdi və hər şey etdi. Çünki heç kim də heç bir şey edə bilmədi. Bunların sadəcə gücü çatar, bir dənə xəbərniqarı tuta, stadiondan xaric eləyə, deyək ki, sənin ana dilində müsahibə etməyə sənin haqqın yoxdur. Bunların gücü buna çatar. Bunların gücü hər halda o millətə çatmaz. Yəni, bu millətimizin iradəsidir. Mən bir daha təkrar edirəm ki, və biz Günaz TV vasitəsilə təşəkkür edirik ora gedən insanlarımıza, ora gedən gənclərimizə çox sağ ol deyirik. Mən isə stadiondan, yəni bir sıra çəkilən videolar var, filmlər var, onu sizə təqdim edirik. Daha sonra yəni qısa söhbətimiz olub, sonra növbəti mövzuya keçəcəyik. Buyurun.
Bu cavanların və gənclərin oyundan sonra, yəni qələbədən sonrakı rəqsləri idi ki, Azadlıq meydanında siz şahid oldunuz. Əlimizdə olan bu videolar qısa videolar idi. Ümid edirik ki, yəni daha çoxlu və bizə hələ bəlli olmayan oradakı olaylarla bağlı videolar göndərsinlər və biz də sizə bunu təqdim eləyək. Dedim, bütün o əziyyətlərin, zəhmətlərin hamısının nəticəsi bu videolardır ki, orada sağ olsunlar. Dostlar qısa da olmuş olsa çəkib və YouTube-da yerləşdiriblər ki, biz də ondan istifadə elədik və sizə təqdim etdik. Bu həm də göstərdi ki, Azərbaycan xalqı, yəni dünənki bu oyun göstərdi ki, Azərbaycan milləti, xüsusən də gənclərimiz səhnədədir, siyasi səhnədədir. Çünki hər kəsə bəllidir, hamımız bilir ki, bu təkcə bu futbol deyil. Yəni gedib futbola baxasan, biri uduzdur, biri uddu filan. Bu həm də Azərbaycan məsələsidir. Çünki şüarlar da bəllidir. Əgər orada Azərbaycan var olsun istəməyən, kör olsun şüarları səslənirsə, bu bariz nümunədir. Ki, gənclərimiz Azərbaycanı müdafiə edir, ki, gənclərimiz Azərbaycanı ayaqda saxlayır, səhnədə saxlayır. Bu fərq eləməz, istər Tehran olsun, istər Təbriz olsun, ya hara olur olsun. Yəni, yeganə timdir ki, İranda hara getdi, traktorun tərəfdarları var. Tehranın timləri də gəlir, ayrı-ayrı ölkə, yəni şəhərlərin timləri də gəlir, Təbrizdə oynayırlar. Hətta onlar üçün 10% yer də ayrılır, amma demək olar ki, bir 5-10 nəfər, yəni gələ-gəlməyə, o da hər tim yox. Daha çox gələndə bir 10-15 nəfər gəlirlər. Biz nümunələrini illər boyu videolarında sizə təqdim eləmişik. Amma bu Azərbaycan, bu qeyrət və təəssübdür. Azərbaycanın gəncliyinin öz Azərbaycanına olan təəssübüdür və beləliklə də son neçə ildə traktor adı ilə Azərbaycanın varlığı, Azərbaycanın vücudu, yəni nəinki İranın daxilində, İranın hüdudlarından kənar bir çox ölkələrdə də yəni bu məsələ gündəmdədir və bilirlər ki, İran adlanan ölkədə belə bir yer var, belə bir tərəfdarlar var, belə bir takım var, tim var ki, bütün vücudları ilə səhnəyə gəlirlər və Azərbaycanın varlığını, Azərbaycanın haqq səsini və harayını bu yolla da dünyaya duydururlar. Sağ olsun, var olsun o gənclərimiz, yaşasın o gənclərimiz ki, belə bir iqtisadi vəziyyətdə, belə bir ağır durumda gedirlər, qalmırlar. Hardan olsa gəncdir, bilirsiniz, gənclərin əksəriyyəti bu günləri işsizdir, yəni imkanları yoxdur. Hər vasitə ilə bilet pulu da tapırlar, maşın pulu da tapırlar, bəzən təbii ki, qalmaq üçün ayrı yerlərdən gedib Tehranda hotel pulu da tapırlar. Hətta bəzən belə çadır aparıb stadionun kənarında gecələyirlər ki, ta səhər açılsın və oyun başlasın ki, öz timlərini təşviqlə bərabər həm də milli məsələni gündəmdə saxlasınlar. Yəni bu, dedim, analogu görünməyən, tayı bərabəri görünməyən bir olaylar və səhnələrdir. Keçən dəfə də dedik, bir çox timlər fəaliyyət göstərirlər ki, caizələrlə, müxtəlif təşviqlərlə insanları, tərəfdarlarını cəlb eləsinlər. Amma traktor yeganə timdir ki, nizam-intizam qüvvələri onların stadiona girişinə maneçilik törədir. Amma buna baxmayaraq yenə də gəlirlər, yenə də təşviq edirlər ki, bu nəticəsi də dünənki, yəni oyun və 3-1 hesabı ilə qələbə çalması ki, bir daha bu qələbəni biz təbrik edirik. Bizim bütün traktor tərəfdarlarına, başqaha və millətimizə ki, Günas TV-ni seyr edirlər. Bu əslində millətin, dedim, qələbəsidir. Tim, yəni bir vasitədir. Burada millət udur, millət, yəni öz sözünü dedi və o faşistlərin şüarlarının qarşısında həm də çox gözəl şüar ki, Azərbaycan var olsun istəməyən, kör olsun şüarı ilə onların cavabını verdilər. Yəqin ki, əgər lazım gələcəksə, daha da bir qədər geniş şəkildə növbəti, yəni oyunlarda ki, görünür ki, həm də start götürüldü və bundan sonra ümid edirik ki, Təbrizdə də daha çox yəni tərəfdarlar gələcək və bu şüarları səsləndirəcəklər ki, dedim, bu cür faşisti yanaşmanın cavabını versinlər. Dünənki baş verən, dünən mühüm olaylardan biri elə qələbə idi, nəticə idi. Digəri isə millətimizin, yəni orada gənclərimizin vücudu və şüarlar idi və ən
pisi də ki, Tehran üçün, mərkəz üçün çox pis idi. Müsahibə ilə bağlı idi ki, icazə vermədilər. Öz, yəni Təbrizin xəbərnigarları, oyunçuları, sərmürəbbiləri öz ana dillərində müsahibə eləsinlər. Ki, buna görə də dedim, oyunçular da bunun üçün boykot elədi və bir dənə fars mətbuatına müsahibə vermədilər ki, bu etirazla da bir növ o məsələni gündəmə çıxartdılar. Əgər oyunçular həmkarçılıq eləməsəydi və gedib müsahibə versəydilər, bəlkə bu olay bugün gündəmdə olmazdı. İndi hər tərəfə, hər yerə baxırsan bunu yazırlar. Ki, Tehranda nədən icazə vermədilər ki, iki Türk öz ana dilində biri-biri ilə müsahibə eləsin. Yəni, bu həm də bunların üz qarasıdır ki, dedim, bizim üçün o qədər də təəccüblü deyil, amma daha bu qədər yox. Bu rəhddə daha yox. Əhməd bəy, çox xoş gördük. Təşəkkürlər bir daha. Verilişimiz, yəni biz əsasən bugün Günazın 10 illiyi ilə bağlı söhbət eləyəcəyik. Yəni, bu başlanğıcdır. Qarşıda daha çox söhbətlərimiz olacaq təbii ki. Amma istərdim ki, sizin də fikrinizi öyrənək. Traktorla bağlı, dünənki oyunla bağlı. Hər halda yəqin ki, baxdınız və nəticədə 3-1 hesabı ilə traktor qələbə qazandı. Amma bununla bərabər bir sıra olaylar yaşandı ki, mən qısa işarə elədim. Sizin də fikriniz maraqlıdır bu vaxtda. Cavad bəy, mən həm sizə, həm soydaşlarımızın hamısına salam ərz eləyim. Eyni zamanda o qələbəni təbrik demək lazımdır. Təbii ki, bu bir müsabiqə ilə şampiyon olmur və ya bir vərzişi nəticə deyil. Yəni, biz bilməliyik ki, Azərbaycan timinin, yəni traktor timinin hər hansı bir nəticəsi qələbə çalanda iki növ dəyərləndirmək lazım. Biri vərzişi nəticədir. Məsələn, Azərbaycan timi gedir, fuladı udur və ya fulada uduzur. Bu, vərzişi bir nəticədir. O, timin gücünə və ya yaxşı oynamasına bağlı olduğu üçün bir gün uda bilər, bir gün uduza bilər. Mühüm deyil. Yəni, vərzişi nəticə olduğuna görə demək olar ki, dünyanın hər yerində olduğu kimi bir tim bir il güclüdür, bir il zəifdir, bir il ortada gedir. Yəni, hər halda bu mühüm bir vərzişi cəhətdən mühüm olsa da, Azərbaycan məsələsini nəzərdə alanda mühüm bir nəticə deyil. Amma Azərbaycan timinin, yəni traktor timinin keçən il Persepolisi səhv eləmirəmsə uddu, Asiyaya oldu. O çox önəmli bir olay idi. Və ümumiyyətlə bizim timimizin fars timlərinin qarşısında oynaması özəlliklə fars timlərinin faşist nümunələri qarşısında, faşist simvolları deyək qarşısında yaxşı oynayıb və onları udması özəlliklə öz dırnaq arası desək evlərindəki, artıq da onların evi deyil, bizim evimiz sayılır, çox-çox mühümdür. Çünki bu deməli neçə ildir ki Persepolis, özəlliklə Persepolis timi tərəfdarları Azərbaycana qarşı həddindən artıq təhqir və tohin eləyiblər. Bir saat televizyonda Azərbaycanlılara ana-bacı yamanı dedilər. Canlı proqramda onu yaydı, yadınızda olsa. O zaman Baqiri də orada oynayırdı, Kərim Baqiri və Əli Dayə və Kərim Baqiriyə. Ona görə də dərin etirazlar oldu ki, niyə sakit qaldınız? Kərim Baqiri Persepolisdə oynayırdı, Əli Dayə də timin o zaman mürəbbisi idi. Sonra ayrıldı, gəldi, yenə də indi mürəbbi olubdur. Və İstiqlal timində də yadınızda olsa, Azərbaycanlılar bir güvərçini qırmızı rəngə boyayıb atmışlar meydana. Tehranda İstiqlal tərəfdarları tutdular, onun başını üzdülər. Və başsız canı atdılar meydana. Yəni, bu faşizmin simvolu olduğuna görə bu iki tim, istər göstəriş olsun, istər hər hansı bir tim olsun, özəlliklə traktor timinin, faşist timlərini udmasını biz həmişə sevinməliyik. Çünki söhbət burada artıq da vərzişdən getmir. Ona görə də həm Persepolis ki, indi Piruzi adı ilə və ya Persepolis adı ilə daha çox indi gedir qabağa, həm Tac ki, indi İstiqlal timi adı ilə gedir. Bunların traktorun qabağında uduzmasının 5 qat artıq mənası var.
Tək vərzişi deyil artıq. 5 qat artıq mənası var. Çünki dediyimiz kimi, həm bunlar faşizmin simvoluna çevriliblər, həm də onların öz evlərində traktorun o təyərinin altında əzilməsi. Mən sevinirəm ki, məsələ, bir heçə udmadı, 3-1-ə uddu. Özlərini itirdilər, iradəsinə uduzurlar əslində. Özlərini itirdilər, birində özlərinə qol vurdular. Yəni bu özünü itirmək, nə bilim, artıq zəif olduğunu göstərir. Nəticəni mən oyunun özünə baxmadım, baxa bilmədim təəssüflə. Amma nəticəni baxdım, o qollara filana. O vərzişi nəticədir. Amma bu ki, traktorun bir qolu vurulanda o xəbərniqar da Firdevsi Furi deyilir, bilmirəm hansı. Cavad Xiyabanı. Xiyabanı deyirdi ki, bəli, budur traktorun tamaşaçıları, bir ləhzə sakitdilər, bir ləhzə tamam vücudları ilə dəstəkləyirlər, nə bilim, yaşasın Azərbaycan şüarlarını böyük plakartla yazıb aparmışdılar ora. Orada milli şüarlar verdilər. Bu özü bir növ artıq traktorun elə İspaniyadakı Barcelona kimi oynamağını və tamaşaçıların Barcelona tamaşaçıları kimi məsələyə milli cəhətdən baxmalarını göstərir. Bu baxımdan da çox-çox önəmli idi. Mən təbrik deyirəm. Əli dayının müsabiqədən əvvəl danışdığı müsahibə maraqlı idi. Azərbaycan timi deyibdi, ona müəyyən qədər dəstək vermişdi. Bu, Əli dayının bəlkə də vecəsini biraz düzəldəcək üçün Əli dayı çox körrəyibdi. Bu, Persepolislə bağlı olduğuna, Persepolisin müdiri olduğu, mürəbbisi olduğu zaman bir saat Azərbaycanlılara anabacı yamanı dedilər, heyvan adı qoydular, it adı qoydular, nə bilim, rəsmən anabacı yamanı deyirdilər. Yəni, namus yamanı deyirdilər. Özdə bir nəfər yox, stadion əvvəldən tənzimlənmişdi. Əli dayı o zaman onlara heç etiraz eləmədi. O zaman Əli dayı çox batırdı. Sonra Təbrizdəki oyunda da, bir danışığında da çox batırmışdı. Amma bu müsahibəsi bəlkə o səhvlərin bir qismətini yuva bildi. Hər halda o da göstərir ki, nə olursa olsun Azərbaycanın olduğunu tamamilə də unutmayıbdır. Bu baxımdan da həm burada müsabiqənin nəticəsi, həm Persepolisin evində pis vəziyyətdə əzilməsi, həm Əli dayının o müsahibəsi, hamısı çox-çox yaxşı idi, müsbət mənada. Amma müsabiqədən sonra siz baxsaz yazılara, Persepolisin yazılarına, məsələn, haşiyə Persepolis, müsabiqə Persepolis və traktor yazmışdılar. 5 dənə haşiyə yazmışdı. Nə bilim, nəticəni yazmışdılar. Mən vərziş 3-də onları oxuyurdum. Görüm, nə yazırlar. Əvvəla dediyiniz kimi, xətibinin nədən müsahibəyə gəlməməsi və ya oyuncular niyə müsahibə eləmirlər, onu yazmayıblar. Sadəcə yazıblar ki, xətibi qərar veribdir ki, müsahibə olunmasın. Tamaşaçılar məmnun müsahibə olunublar. Belə bir şey yazıb. Səbəbini yazmayıbdır. Onu mən bilmirdim, amma çox maraqlı dedim ki, yəqin burada bir şey olubdur. Bu xətibidən bu işi gözlənilməz. Deməli, bir iş var və xətibi çox düz eləyibdir. İndi ki, bəlli olur, səbəb nəymiş, çox-çox düz eləyibdir. O müsabiqənin nəticəsinə siz diqqət eləsəz, İranın tarixi düz-bucur yazılıb. Baxın, Persepolis ilə traktorun müsabiqəsinin nəticələrinə baxın, yazılarına, Fars kanallarında. Və İranın tarixini düz o cür götürün. Dümdüz eylədi ki var. Saxta və uduzduqlarını elə yazırlar ki, güya bunlar gərək udaymışlar. Bunlar çox-çox bərəndə idi. Təsadüfən belə oldu. 3 dənə qolu yeyiblər, razılaşa bilmirlər ki, yəni bu gərək. Tutalım, onun birinin özləri vurdu. Yox, fərq eləməz, o da fişardı. Başa düşürəm. Bu, olsun 2-1. Olsun 1-1. Sənin evində bir iş görə bilmirsən. Mən, Əhməd bəy, dəfələrlə dayının müsahibəsinə baxmışam. O zəif oynayıb, amma qol vurub udanda deyib ki, futbol budur. Yəni, fərq eləməz. Əsas bizə qol lazımdır. Amma indi 3 qol yeyib, deyir ki, yox. Yəni, biz haqlıydıq.
Bu deyir ki, mən birinci... Allah da elə istəyib. Bu Allah belə istəyib, amma artıq deyir ki, Persepolis özünə qayıdıb. Yəni Persepolis mükəmməl artıq. Mən bu gün gördüm ki, mükəmməl bir timdir. Yəni, çox gözəldir. Yəni ola bilsin ki, mən də onu oxudum. Deyir ki, Persepolis bu il ən yaxşı oyununu oynayıb. Deməli, ən yaxşı oyununu oynayıb 3-1-ə uduzursa, bu da özü gözəl bir sözdür, yaxşı bir deməli hadisədir. Çünki biz nə Persepolisin oyunçuları ilə müxalifik, nə mürəbbisi ilə, nə başqahan hər hansı bir müdiri ilə düşmənçiliyimiz yoxdur. Biz sadəcə o timin faşizmin simvolu olduğuna görə əzilməsini, uduzmasını istəyirik. Keçən il, diqqət eləsəz, bunlar az qalırdılar, ikinci yarıda düzəltdilər. Yəni, fəslin ikinci niməsində, yarısında düzəltdilər. Yoxsa az qalırdılar, ələnənər. Yəni, gedələr ayrı birinci dəstəyə. Yəni, o ligi bərtərdən enələr aşağı. Və bu bizim üçün çox bayram olar bilərdi. Çünki, bilirsiniz, faşizmin simvolu gərək o qədər əzilə, o qədər təhqir oluna, o qədər onu məsxərə eləyəsən ki, bəlkə onun tamaşaçıları özünə gələ. Amma mən inanmıram. Biz dəfələrcə danışığımızda da demişik. Fars faşizminin aydınları Fars millətini məriz millət eləyib. Bu millətin günahı deyil. Onun nümunələrinin, qabaqda gedənlərinin, rəhbərlərinin günahıdır. Bir millət əmələn faşist olubdur. Bir millət ki, o biri millətə tohin eləməyi heç də pis iş bilmir. Və ya bir millət ki, o biri millətin fərhənginin ölümünü özünün həyatı ilə, yaşayışı ilə bərabər bilir. O ölsün, mən yaşayayım. Bu, faşizmin son dərəcədə modern, deməli, dünyamızda baxsaq, nümunəsidir. Ona görə də həm İstiqlalın, həm Persepolisin bütün timlərin qarşısında uduzması bizim üçün çox-çox önəmlidir və hamımız ona sevinməliyik, təbrik deməliyik. Mühüm deyil traktor nə iş gördü. Yetər ki, o simvollar uduzsun. Çox təəssüflə büdcə dövlətin əlində olduğuna görə, hakimləri idarə elədiyinə görə, hər il bunlar ya İstiqlal, ya Persepolisi yuxarıda saxlayırlar. Hər il, fərq eləmir. İndi bu il elə həmən məsələdir. Pul verirlər, alırlar, ən gözəl oyuncuları gətirirlər, ən gözəl olaraq trener, nə deyirlər, bu məşq verənlər gətirirlər, məşqçilər gətirirlər, ən gözəl stadion yaradıblar, ən gözəl sistem qurublar ki, onlar rahat olsun. Hər müsabiqədə ki, onlar udurlar, əlavə olaraq padaş, əlavə olaraq pul verirlər. Traktorun oyuncularının bir çoxunun pulu verilməyib. Normal pulları verilməyib. Yəni, hər oyun gətirirlər ki, bu Fars dürdanələri ki, 2 dənədir, ya İstiqlaldır, ya Persepolis, onların biri yuxarıda qalsın. O, elə bilsələr hər ikisi. Amma Əli dayı demişkən, bəzən deməli, Allah da uzur istəyir ki, siz uduzun. Bu olmayacaq. Təbrik deyirəm mən öz növbəmdə. Mən bir daha tamaşaçılarımıza, onlar ki, oxuya bilərlər, tarix oxuya bilərlər, dəvət edirəm. Persepolisin bu uduzmasının nəticəsini oxusunlar Fars kanallarında, bir də İranın tarixini oxusunlar. Görsünlər necə eyni bərabər yazılıb. Mən bunları oxuduqca İqbal Aştiyaninin və ya Müşir Eddəoğlu'nun yazdıqları yadıma düşürdü ki, İskəndər gəldi, hərçənd ki, deyir, İranın ordusu çox mübarizə elədilər, çox qəhrəmanlıq göstərdilər, meydanı tərk eləmədilər, uddular, amma nəticəni vaquzar elədilər. Amma mən başa düşmürəm, yaxşı cəngici uduzmaz axı. Bilirsiniz, əgər söhbət bir nəfərdən gedirsə, bəli. Amma bir ərteş yaxşı cəng eləyibsə və uduzubsa, bu deməli, ya yaxşı cəng eləməyibdir, ya da uduzmayıbdır da, bunun ikisindən biridir. Bu ya xəbər yalandır, ya yazılan yalandır. Ona görə də ərəblər gəldi, Çəngiz gəldi, İranın ordusu bətər cəng elədi, qəhrəmanlıq nişan verdi. Amma balaca bir iştibahla meydanı uduzdular. Eyni Persepolisin yazıları, eyni odur, inanın. Hər kəs inanmır, otursun, baxsın. Nə qədər bunlar uduzduqlarını da bir növ qəhrəman kimi görsədirlər. Quru təəssübləri var, heç nəylə də həqiqətlə razılaşmırlar.
Yəni bunların siyasəti güllüsü belədir. Hər halda mən bir daha təbrik deyirəm Cavad bəy millətimizə və dediyiniz kimi cavanlarımıza ki, orada getdilər və traktoru dəstəklədilər. Söhbət traktordan getmir. Təbii ki, biz Azərbaycan şüarını eşidəndə daha da çox sevinirik. Traktor da Azərbaycana görə traktordur. Yoxsa traktordan əgər Azərbaycan məsələsi traktor oyunlarında olmayandan sonra o da olacaq sadə bir tim. Yəni bizim üçün milli məsələ üçün o qədər önəmli olmayacaq. Amma onların güya öz evlərində Azərbaycanlıların sayı farslardan çox olması özü də mühümdür. Və bu da sevindirici idi. Yəni hərçənd ki, onlar deyirdilər ki, Azərbaycanlıların sayı biraz azdır, farslar, Persepolisin tərəfdarları çoxdur. Amma mən bilmirəm hansı çox idi. Mənə elə gəldi ki, görüntü Azərbaycanlıların sayını çox göstərirdi. Çünki birinci təbəqədə öz yerlərini doldurdular, ikinci təbəqəyə getdilər. Mənim eşitdiyimə görə o birinci təbəqədəki Azərbaycanlılar oturmuşdu, tək orada 7000 nəfər otura bilir. Bilmirəm, dəqiq deyirlər ya demirlər, amma mənim eşitdiyim odur. 7000 o bölümdür. Azərbaycanlıların bir qisməti ikinci təbəqədə idi. Birinci təbəqə dolmuşdu. Deməli, bu, əgər orada 15.000 nəfər tamaşaçı gəlibsə, bunun birinci təbəqədə 7.000 Azərbaycanlıdır. İkinci təbəqənin də böyük bir mühüm bir qisməti dolu idi Azərbaycanlılar. Deməli, onları da yıxsan üst-üstə, bu 9.000 olur heç olmasa. Mən oyuna əvvəldən axıra kimi baxdım. Orada təbii ki, birinci mərtəbə dolmuşdu, Azərbaycanlılar doldurmuşdu. Yuxarı mərtəbədə də o tez-tez aparıcı Cavad Xiyaban deyirdi ki, icazə verilmir yuxarı mərtəbəyə. Birdən, yəni bu tez-tez bunu təkrarlayırdı. Birdən, yəni durbini tutdular yuxarı və göstərdi onu, qayıtdı, etiraf elədi ki, bəli, artıq. Yəni demək istəmirdilər ki, burada Azərbaycan tərəfdarları çoxdur. Yəni bu üçün bəllidir. O birinci təbəqəni yarı-yarı ayrılmışdılar Azərbaycanlılar öz yerlərini doldurub və yuxarı yerləşdirmişdilər. İndi söhbət, yəni bunlar sadəcə bizim üçün önəmli deyil, amma bunlar bu məsələyə qarşı çox həssasdılar. Yəni necə ola bilər ki, sən Persepolis kimi bir tim ki, iddialı bir tim, özü də Tehranda oynanır və qarşı traktor gələ tərəfdarları da ondan çox gələ meydana. Yəni bunu həzm eləyə bilmirlər. Yəni bu... Bəli, eləyə bilmir. Çünki bilirsiniz, traktor tək Tehran deyil ki, hər şəhərdə traktor oynayanda onun tamaşaçısı o ev sahibi qədər bəzən olur, bəzən çox olur. Bəli, Qumda o cür, Kərəcdə o cür. Bəli. Hətta cənub tərəfdə, Əhvazda filan da qədər. Amma burada məsələ İsfahanda da həmçinin. Yəni İsfahanda deməli Azərbaycanlı gedir. Əhvazda, Şirazda hər yerdə gedirlər. Yəni oradakılar gedir, ya Təbrizdən durub, Tehrandan durub gedirlər. Amma indi siz təsəvvür edin ki, məsələn, Persepolisin ya İstiqlalın Təbrizdə bir müsabiqəsi var. Neçə nəfər fars gəlir ora? Ola, olmaya, çox olsa, məsələn, 20 nəfər, 5 nəfər. Yəni, bu sayılmayan bir rəqəm. Onların yerləri həmişə boş qalır. Stadionun %10'undan artığını qonağa vermirlər. Amma Azərbaycanlılar hər zaman Tehranda oynayıblar, %50'sini istəyiblər. Çünki onların yoxdur. Gəlsələr təbii ki verim, amma yoxdur, bunlar gəlir. Odur ki, yəni üst-üstə baxın. Yəni bunları deməkdə həqiqətən də bizim gənclərimiz, cavanlarımız, yəni milli məsələ. Milli məsələyə görə cavanlar ora gedirlər, yaşasın Azərbaycan şüarı vermək. Orada siz diqqət eləsəniz, traktor oyununda heç yerdə Təbriz adı yoxdur. Azərbaycandır. Nəm Azərbaycanın şərqi, qərbi də yoxdur. Bütöv Azərbaycan. Yaşasın Azərbaycan şüarı. Bu Ərdəbilli də o şüarı verir. Traktor Azərbaycan timi olubdur milli məsələyə görə. Ona görə də Azərbaycan cavanlarının ora gedib milli şüarları verməsi özü böyük bir hadisədir. Yəni o skut eləyənlər də gərək, skutçular da gərək daha artıq qəbul edirlər ki, tutmur. Onların skutçuluğu tutmadı. Təəssüflə zərbə vurdu, böyük də zərbə vurdu. Amma tam istədikləri kimi olmadı. Skutçuların bir dəsi pis niyyətlə skuta dəvət eləmirdi milləti. Amma bir qisməti əmələn rejimin istəyi ilə, hərəkətin düşmənlərinin istəyi ilə bu yola düşmüşdülər. Yenə deyirəm, mən hamısını demirik, bir qisməti. Onların istədikləri tam mənada əllərinə çatmadı. Bu özü də sevindiricidir.
Bəli. Çox təşəkkür Əhməd bəy. Sağ olun əziz vətənlər. Biz traktorla bağlı bu qədər yeni bilgilər olsa paylaşacağıq sizinlə. Qısa bir ara alırıq. Aradan sonra biz Günas TV-nin 10 illiyi ilə bağlı bir qədər söhbətimiz olacaq. Buyurun.